Allah ilə insanın başqa yaranmışlardan fərqin bununla göstərir ki, insanın ixtiyarı öz əlindədir. Bəli. Özü istəyər hidayət yolunu tutar, özü istəyər zəlalət yolunu tutar. Yəni əgər belə olmuş olsaydı ki, yəni bunun səbəbləri, neçə səbəbi var insanın hidayətinin. O səbəblərindən biri pak nəsildən olmasıdır. Bəli. O səbəblərdən biri pak ailədə böyüməsidir. Amma səbəblərdən biri də və ən əsası da mən deyərəm odur ki, insanın özünün çalışmasıdır. İnsanın özünün zəhmətidir. Özü zəhmət çəkməlidir. O doğru yolda addımlamalıdır, doğru yolda çalışmalıdır ki, gecə-gündüz o öz hidayəti üçün çalışmalıdır. Bəli. Yəni belə deyək, mən peyğəmbər balasıyam, mən yaxşı olacam deyə və belə bir məfhum yoxdur. Sən peyğəmbər balasısın, sən zəhmət çəkməlisən. Bəli. Necə peyğəmbər özü belə zəhmət çəkərdi. Peyğəmbərimizin özü peyğəmbər idi deyə o qədər ibadət eləyərdi. Xanımlarından biri soruşdu ki, ya Rasulallah, nə qədər ibadət eləyirsən? Dedi, istəyirəm Allahın şükr eləyən bəndələrindən olam. Yəni peyğəmbər idi, deyərdi ki, o elə mən biraz çox yadım peyğəmbər. Zaten cənnətə Allah onun üçün zəmanət vermişdi. Amma zəhməti, o əziyyəti heç bir zaman həm nümunə idi və həm də o çalışırdı ki, daha da irəli getsin. Bu məsələ belə bir məsələdir ki, insanlar fikirləşməməlidirlər ki, yəni məsələnin bir tərəfi var, yox, məsələnin neçə tərəfləri var ki, Allah yolu açıq qoyub. Napak nəsildən doğulan bir insan da öz zəhməti ilə gəlib pak adam ola bilər. Necə ki, Peyğəmbər sahabəsi vardı, Hənzələ. Tövbə eləmişdi və belə deyək, o səhv eləmirəmsə Ühud müharibəsində idi, ya Bədirdə. Gəldi Peyğəmbərdən bir günlük icazə aldı. Ya Rasulallah, bugün mənim toy gecəmdir, mənə icazə ver, toyum qutarsın, mən özüm gəlib çataram, müharibədə iştirak eləyərəm. Və gəldi həmən Hənzələ. Həmən Hənzələ gəldi, toyun səhərsi. Gəldi, o müharibədə iştirak edildi, ya Bədir idi, ya Ühud. Şəhid oldu. Peyğəmbər onun ləqəbini nə qoydu? Qəsilul mələikə. Mələklər qusul verən insan. Çünki deyir ki, o qusullu halda gəlmişdi ora döyüşə, oradakı şəhid oldu. Peyğəmbər dedi, görürəm mələklər ona qusul verirlər. Yəni bu insan bir adamı ki, pak olmayan bir nəsildən doğulmuşdur. Hətta deyir,